Gəncənin qəsəbələrində abadlıq və quruculuq işləri davam edir. Bir zamanlar problemlər içərisində üzən yaşayış massivlərində bugün infrastrukturun yenilənməsi sürətləndirilib. Məsəti qəsəbəsinin ardından Natəvan qəsəbəsində də yolların asfalt örtüyü ilə döşənməsinə başlanılıb. Gəncənin Natəvan qəsəbəsində geniş abadlıq işlərinə başlanılıb. Uzun illər sonra sözü gedən yaşayış massivi çirkaplı, palçıqlı yollara əlvida deyəcək. Avtotrans MMC tərəfindən həyata keçirilən işlərin əsas mərhələsi artıq yekunlaşıb. Əraziyə texnikalar cəlb olunub. Yollara ən müasir standartlar çərçivəsində asfalt örtüyü döşənir. Piyadaların rahat gediş-gəlişini təmin etmək üçün isə səki daşları düzülür. Natəvan qəsəbəsinin yol çəkilişinə başlamışıq. Yolun uzunluğu 2500 metr, eni isə 14 metrdir. Yolun altamarlanma işləri bitmişdir. Piyadaların və avtomobillərin rahat gediş-gəlişi üçün səki daşları düzülmüşdür. Hal-hazırda indi isə asfalt beton örtüyünün sərilməsinə başlanılmışdır. Qəsəbənin əsas yolunun yenilənməsinin ardından yaşayış massivinin küçə yolları da abadlaşdırılacaq. İlham Məmmədov, Sədan Zeynalov, Kamil Balakişiyev, LTV Gəncə.